Sürtünmələrin önəmsənmədiyi şəkildəki düzənək sərbəst buraxılır. Buna görə ipdəki gərilmə qüvvətinin böyüklüyü bizdən soruşur. Ağırlıqları çəkək. Aşağıya doğru 40 Newton, aşağıya doğru 60 Newton və səthə perpendikulyar olduğundan hərəkətdə heç bir dəxli yoxdur. Biz ancaq 40 ilə işləyəcəyik. İndi baxaq. Təcilimizi tapanda nə edirik? Əvəzləyici qüvvəni sistemimizin kütləsinə nə edirik? Bölürük. Sistemimizin kütləsi 4, üstə gəlir 6, 10-dur. Əvəzləyici qüvvə isə 40-dır. Cavab eləyəcək 4. İndi gərilməni tapaq. Aha, cisim nə edir? A təcili ilə aşağıya düşür. Bu cisimdə bax. A təcili ilə sola hərəkət edir. İstəsə eyni ipdə eyni gərilmə olduğundan. Deməli 6 kiloqram kütləli cismə görə də işləyə bilərik. İstəsə 4 kiloqrama görə işləyə bilərik. İkisində eyni tapacağıq. Gəlin ikisini də göstərək. Baxın 6 kiloqram kütləli cismə nə təsir edir? Bir dənə gərilmə təsir edir də. Onda yaza bilərəmmi? T gərilmə nəyə bərabərdir? MA-ya. Kütləm 6, təcilim 4. Cavab elədi 24. İndi baxaq bu cismə görə. Həqiqətən 24 alırıqmı? Deməli, təcil ağırlıq istiqamətli olduğundan ağırlıq daha böyükdür. 40-dan çıxırıq T-ni. Bərabər eləyirik MA-ya. M-im 4, təcilim 4. Onda T nəyə bərabər olur? 40-dan çıxırıq 16-nı olur 24 Newton. Hər ikisində də gərilmənin eyni olduğunu tapdıq. Cavab olacaq A variantı.